İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. Şəri olan hacətlərimizi rəva elə. Hər birinin ürəyində nə hacəti var, nə dərdi var. Sənə and verirəm bu ayın şəhidi Əli ibn Əbi Talib hörmətinə hamımızın hacətlərimizi rəva elə. Bizi bugün öz evindən əl-boş naumid yola salma. Bu əllər ki sənin dərgahına uzanıb əl-boş naumid qaytarma. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şəfa mərhəmət elə. Gizli və aşkar xəstəliklərimizə şifa mərhəmət elə. Bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Qəbrimizin əvvəl gecəsi, o qaranlıq gecədə Mövla Əmir-il-Müminin başımızın üstündə hazır elə. Bizi o Həzrətin nur-u vilayətindən ayrı salma. Bu orucluğu bizə axırıncı orucluq qərar vermə. Bu ayın hər saniyəsinin, hər dəqiqəsinin feyzindən, fəzilətindən, bərəkətindən bizi binəsib eləmə. Bu ayda elədiyimiz kiçik, naqabil əməllərimizi, nalayiq əməllərimizi öz böyüklüyündən bizdən qəbul elə. Ailəmizdən, nəslimizdən, balalarımızdan əli düşməni, əhl-i beyt düşməni qərar vermə. İmam Zaman ağanın mübarək olan qəlbimizdən razı elə.